Salam əziz izləyicilər. Bugün video çəkmək istəyirəm bu növləri haqqında kombilərin. Çünki hamıda eyni kombi deyil, çox müxtəlif markalı kombiləri var. Onların konstruktiv cəhətdən də fərqlənirlər. Onu da bilmək vacibdir. Yəni işlədici bilməlidir ki, onun kombisi nə kombidir. Bir problem çıxanda onu qərar verə bilsin ki, nədən ola bilər, nədir. Müəyyən anlayışı olsun deyə bu hesab edirəm gərəklidir sizin üçün. Bugün bitermik esenjorlu kombidən danışaq. Esenjor budur, bunu bilirsiniz. Bilməyənlər də indi bildi. Bax, bu ruslar teploabmennik deyirlər. Çoxları da esenjor deyir. Bir vaxtlar zimeyavik də deyirdi ruslar. O da dəxil yoxdur. İndi esenjor budur. Bitermik esenjorların 4 borusu olur. Bax, bu 1, bu da 2. Nazik diametrli borulardır. İsti su xəttinə xidmət eləyir. Kranı açanda soyuq su dövr eləyir, gəlir bu esenjordan keçir, kombi qoşulur, əgər qoşulmayıbsa və su qızır, gedir krana. İstifadə üçün isti su ilə təmin eləyir sizi. Deməli, 2 boru buradaydı, isti su xətti üçün. 2 boru da buradan yaxşı görünür. Buradadır. Bura diametricə yoğun borulardır. Bu yoğun borular gedir radiator evi qızdırmaq üçün. Bu da dediyim kimi gedir krana isti su verir. Bax, bu fərqi bitermik esenjorların fərqi onların boru sayındadır. Bir konturlular olur, bir konturlu da olur. Sonra iki konturlu kombiler de olur. İki konturda esenjor 2'den olur. Bir tane ana esenjor olur, bir tane de bala esenjor. Bu olur 2 konturlu kombiler. 2 konturlu kombilerde 3 yollu klapan deyilən bir qurğu olur. Niyə 3 yollu? Çünki 3 istiqamətə çıxışı var onun. Deməli, su daxil olur kameraya, oradan ya bu istiqamətə, ya digər istiqamətə suyu yönəldə bilir, su axını yönəldə bilir. 3 yollu klapan haqqında da ayrıca onun konstruksiyası haqqında bir video çəkəcəm. Allahın köməkliyi ilə imkanım olsa ona da tanış ola biləcəksiniz. Və bunun iş prinsipi necədir? Deməli, tutaq ki, radiatorlara isti su verir, radiatorları qızdırır. Elə ki, biz kranı açdıq, bu zaman beyin komanda verir, kran açılan kimi təzyiq düşür. Beyin komanda verir, temperatur, lazım olan temperaturu sabit saxlayır, hansı temperatur ki gəlməlidir. O temperaturda suyu qızdırıb verə bilsin krana. O da nə cür baş verir? Bu 2 hissədən ibarətdir. Bu esenjorun içində 2 kanal var da. Bir xarici kanalla gedir qızma, radiatorlara gedir. Bir də daxili kanalla kran üçün gedir, su kranı üçün. Su kranının suyu gəlib bu daxili kanalı ilə bu esenjorun
fırlanıb krana gedirsə, bu esenjor istidir. Bayaqdan istiydi, yenə də istidir. Üstəlik qaz da yanır. Bu çöldəki istiliyi verir daxili kanala. Daxili kanaldan axan suya verir. Və radiatorlar özü də ayrılmır, nədir? Radiatorlar istidən ayrılmır. O qoşulu vəziyyətdə qalır. Amma onun istiliyini iç divarla gələn soyuq su, isinməyə gələn su, onun istiliyini esenjorun götürür. Nəticədə daxildən axan su da qızır, lazımi temperatura və istifadə eləyə bilirik öz məqsədimiz üçün isti su olaraq. Bu sadədir, quruluşca sadədir. Çünki burada 3 yollu klapan yoxdur. 3 yollu klapan həm tez sıradan çıxan bir qurğudur, elementidir bu kombinin. Bunda o yoxdur deyə bu daha etibarlıdır. Amma bir əmması var. Ustalar bunun yuma işini baha eləyirlər. Bu esenjoru, bitermik esenjorlar yumaq üçün baha yuyurlar. Çünki o iki kanallılarda bala esenjoru açıb təmizləyirlər, onun problem həll olunur, onu söküb yığmaq rahatdır, yumaq da rahatdır. Bunun da bu qüsuru var. Ancaq mənim ən çox bəyəndiyim, bax, bu bitermik kombilərdir. Hələlik bundan kifayətlənək. Çünki mən sxema üzərində, şəkillərlə daha başa düşülən tərzdə videolar çəkib paylaşmağı planlaşdırıram. Allahın köməkliyi ilə. Bu bir giriş kimi bir şey oldu sizin üçün. Sağ olun, sağlıqla qalın. Bəyənin, rəy yazın. O da olsun sizin mənə minnətdarlığınız. Allah amanında.